Gününüz aydın olsun Azərbaycan xalqı. 12 dekabr bildiyimiz kimi Heydər Əliyev Ulu Öndərin anım günüdür. Allah rəhmət eləsin, məkanı cənnət olsun inşallah. Heydər Əliyev deyəndə mənim təsəvvürümdə gözlərində yorğunluq və zəhm, sözlərində hikmət və kəsər, çıxışlarında sevgi və xalqa rəğbət. Yəni mənim təsəvvürümdə bu oldu. Çünki mən uşaqlıqdan onun çıxışlarına baxa-baxa bugünkü gün bu cür formalaşıb bir vətənimə sevgisi olan bir vətəndaş kimi böyüdüm. Və sizə də vurğulayım ki, 44 gün müharibəmizdə bu zəfəri bizə nəsib edən insanlar Heydər Əliyevin tərbiyəsi ilə, onun verdiyi o mənəvi ruhla böyüyən evlatlar idi. Hansı ki, onlar o çətinlikləri görə-görə, o mənəvi ruh deyilən, hansı ki, Heydər Əliyevə baxanda insanlar, bu gənclər onda bir qüdrət, əzəmət görürdülər. Və Allah Ali Baş Komandanımızın da canı sağ eləsin, bizə o qələbəni yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə şəfa versin, Allah bütün Azərbaycan xalqını qorusun. Və bir olmaq yaxşı bir şeydir. Azərbaycan xalqının qüdrəti, Azərbaycan xalqının qeyrəti bütün dünyaya bəllidir. Və qısa Heydər Əliyev haqqında danışsaq, təbii ki, bizə saatlarla vaxt lazımdır. Və sizə qısa demək istəyirəm ki, yəni Heydər Əliyev mənim təsəvvürümdə buydu. Və Heydər Əliyevin bir sözü var, deyir, ağaca o ekologiyanı sevirdi, o təbiəti sevirdi və o tapşırıq vermişdi və çıxış eləmişdi, demiş ki, ağacları kəsən elə bil ki, mənim qollarımı kəsmişdi. Baxmayaraq ki, bəzi naxələf, harınlamış insanlar sizin şəraitdə və açıq-aşkar fərq eləmir o ağacları kəsib yerində obyektlər və yaxud da hansısa binalar tikdilər. Bunlara baxmayaraq mən o cür insanlarla mübarizə aparıb hər bir özəl günlərdə imkanım çatan qədər ağaclar əkirəm. Bunu da bilənlər bilir. Və bu gün də mən öz evladımı yanıma götürüb Ulu Öndərin xatirəsinə ağaclar əkirəm və sayı da ki, yəni ki, orada videoda görəcəksiniz, yəni 50-60 sayda olan zeytun və qovaq ağacları, hansı ki, onlar uzun ömürlü və faydalı ağaclardır. Allah xalqımızı, dövlətimizi qorusun. Allah Heydər Əliyevə rəhmət eləsin. Heydər Əliyev tarixi bir şəxs olub. Çalışaq, bugünkü gün 100 il keçsə də Türkiyə xalqı Atatürkə verdiyi dəyəri və ona olan sevgisini yaşadırlar və biz də çalışaq Ulu Öndərə olan sevgimizi yaşadaq. Allah Heydər Əliyevə rəhmət eləsin. Bilirsiniz, Bakıda bir ağacı salıb, əkib yəni, bir ağacı əkib böyütmək, bilin, bunu mən bilirəm, həyatımdan keçmişəm, bir evladı böyütməyə bərabər şeydir. Çünki Bakıda ağac əkmək çətindir. Xatirinizə salın, vaxtilə Bakıda ağaçlar yoxudur. Maksim Gorkinin sözlərini yadınıza salın, əsrin əvvəlində Bakıya gələn. Mayakovskinin sözlərini yadınıza salın. O vaxtlarda 20-ci illərdə Bakıya gələn ki, Bakıda kəmisi 2-3 dənə mən ağac gördüm. Ancaq biz Bakını yaşıllaşdırdıq. Bəli, küçələri, meydanları, Bakıdan aeroportdan gedən o böyük trassanı, başqa yerləri yaşıllaşdırdıq. O cümlədən həmən Bakıxanov qəsəbəsini, o cümlədən Patandar qəsəbəsini, xalqlar dostluğu, orada böyük parkı, o ağaçları nə qədər əziyyətlə saldıq. Biz subbotniklər keçirdirdik, iməcilər keçirdirdik. İnsanlar gedib o ağaçları əkirdi və təhkim etmişdi, gedib həftədə bir dəfə, 2 dəfə onları suvarsınlar, ölçsünlər. Bu Bakı üçündür, bu xalq üçündür, bu bizim təbiətimiz üçündür, bu insanların yaşayışı üçündür, bu Bakının iqlimi üçündür. Bəs o ağaçları kəsib, onları baqqalxanaya keçirdənlər, onlar bu vətəndaş, bu ölkəyə xəyanət etməyiblərmi? Ancaq o kəsilən ağaçları indi bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək Haqq Ədalət Məhkəməsi qarşısında cavab versinlər. Orada gəlib o baqqal dükanları salanlar, orada gəlib özlərinə xüsusi mülklər salanlar, onların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır.